Yeni Azərbaycan Partiyası YAP, müasir Azərbaycanın siyasi sistemində xüsusi çəkisi olan dövlətçilik ənənələrinin qorunması və inkişafı istiqamətində mühüm rol oynayan aparıcı siyasi təşkilatdır. 21 noyabr 1992-ci ildə təsis olunan bu partiya ölkənin çətin və taleyüklü dövrlərində xalqın siyasi istəklərini ifadə etmiş, dövlət müstəqilliyinin qorunması, sabitliyin bərpası və inkişafın təmin olunması kimi hədəfləri qarşısına məqsəd qoymuşdur. YAP, Azərbaycanın dərin siyasi böhranla üz-üzə qaldığı bir zamanda yaradılmışdır. Təsis konfransı Naxçıvan şəhərində keçirilmiş və həmin konfransda ümummilli lider Heydər Əliyev partiyanın sədri seçilmişdir. YAP-ın yaranması xalqın güvənə, təcrübəyə və dövlətçilik iradəsinə olan ehtiyacının nəticəsi idi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyində yeni mərhələ başlandı. YAP bu prosesdə siyasi dayağa çevrilərək ölkədə sabitliyin bərpasına, iqtisadi böhranın aradan qaldırılmasına, ordunun formalaşmasına, beynəlxalq əlaqələrin genişlənməsinə mühüm töhfələr verdi. Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs müstəqil Azərbaycanın uzunmüddətli strateji inkişaf yolunu formalaşdırdı. Yeni Azərbaycan Partiyası ölkənin bütün bölgələrində geniş təşkilatlanmış şəbəkəyə malikdir. YAP Gənclər Birliyi, Qadınlar Şurası və yerli təşkilatlar vasitəsilə cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir, sosial layihələr həyata keçirir, dövlət proqramlarına dəstək göstərir. Milli Məclisdə geniş təmsil olunan YAP qanunvericilik təşəbbüsləri ilə dövlət siyasətinin formalaşdırılmasında mühüm rol oynayır. Yeni Azərbaycan Partiyası 30 ildən artıq müddətdə müstəqil dövlətimizin siyasi dayağı kimi çıxış etmiş, ölkədə sabitlik, inkişaf və milli həmrəylik mühitinin formalaşmasına mühüm töhfə vermişdir. Dövlətçilik ənənələrinə sadiq qalaraq YAP bu gün də modern Azərbaycan modelinin qurulması istiqamətində öz fəaliyyətini davam etdirir.